bu gözəl vətəni, hər səslənişində bizə can deyən Azərbaycanı hamımız sevirik. Sevgi sevgidir, böyüyü kiçiyi, yaxşısı yamanı olmur. Sevgi bir ürəkdən fışqırıb çıxan saflıqdır və əlbəttə ki, həmişə işıq daşıyır. Mehman Süleymanov da sənin kimi, mənim kimi, hamımız kimi doğma yurda və millətə sonsuz sevgilər bəsləyir. Demirəm ki, Mehman bu yurdu və milləti kimdənsə çox, kimdənsə az istəyir. Fərq ondadır ki, Mehman Süleymanov bu yurda və xalqa sevgisini ilk gəncliyindən bugünədək durmadan sübut etməklə məşğuldur. Və ortaya qoyduğu sübutlar da elə canlıdır ki, onun özündən də, elə hamımızdan da uzun yaşayacaq. Bunlar qalın-qalın kitablardır. Sadə kitablar yox, vətən kitabları, millət kitabları. Mehman əslən Zərdablıdır və Zərdabın torpağındandımı, suyundandımı, havasındandımı Zərdabilik, millət əkinçilərindən olmaq keyfiyyəti ona da keçib. Uşaqlığı daha çox Ağdaşda keçən Mehman Süleymanov orta məktəbi bitirincə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub və tələbəliyimizin kəsişən illəri də olub. Bu, 1970-ci illərin ikinci yarısı idi. Şərqşünaslıq fakültəsində oxumaqda olanların ya təhsilini başa vuranların bir qismi tərcüməçi kimi Əfqanistana göndərilirdi. Ya hansısa müəssisədə mütərcimlik eləmək üçün, ya da hərbi tərcüməçi olaraq. O vaxtlar Sovet İttifaqına gəlib ali hərbi təhsilini davam etdirən bir dəstə Əfqan zabiti ilə xeyli sonralar mən də Moskvada tərcüməçi kimi işləmişəm. Bunu ona görə yada salıram ki, Şərqşünaslıq fakültəsi bitirənlərin bir çoxu müxtəlif vaxtlarda ayrı-ayrı yerlərdə hərbi tərcüməçi kimi işləyiblər. Ancaq tale elə gətirdi ki, ordu işini vaxtın gedişatı Mehmanın həyatının ayrılmaz bir parçasına çevirdi. – 1992-ci ildə o, Azərbaycan ordusu sıralarında xidmətə başladı və qələmli olması burada da həm onun, həm də elə yeni yaranan ordumuzun karına gəldi. Mehman bir müddət Azərbaycan Ordusu qəzetinin rəhbərliyində çalışandan sonra xidmətini Müdafiə Nazirliyinin Hərbi Elmi Mərkəzində davam etdirdi və 1996-cı ildə o, milli tariximizdəki bir ilkə imza atdı. Azərbaycan Respublikası Silahlı Qüvvələri tərkibində ilk dəfə namizədlik dissertasiyası müdafiə eləyən alim məhz Mehman Süleymanov oldu. Mövzusu da belə idi: Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranması və inkişafı. Əlbəttə, dissertasiyaların bəlli bir həcmi olur, uzaqbaşı 200 səhifə ətrafında. Həcm çox olanda get ixtisar elə deyirlər. Mehman intizamlı hərbiçi idi, qaydaları bildiyindən ölçüdən qırağa çıxmadı və 2004-cü ildə isə yenə Azərbaycan Silahlı Qüvvələri tərkibində ilk dəfə doktorluq dissertasiyası müdafiə eləyərək Azərbaycan Xalq Cümhuriyyətinin hərb tarixi araşdırmasını da ortaya qoyanda irəlicədən müəyyənləşdirilmiş həcm hüdudlarını aşmamışdı. Amma ürəyi dolu idi axı və çox istəyirdi ki, millət bu şərəfli tarixdən sonacan agah olsun. Ona görə də sonralar tədqiqatını Azərbaycan Ordusunun Tarixi adlı 5 cildlik kitablar silsiləsində əks etdirdi. Sonralar qismət belə oldu ki, Mehman Süleymanov düz 10 ildən artıq müddətdə 2005-2015-ci illər arası Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İran İslam Respublikasında hərbi attaşesi vəzifəsində çalışdı. Vaxtı nə qədər az olsa da orada arxivlərə baş çəkməyə,
ilk mənbələrlə işləməyə macal tapırdı. Bəhrəsi də bu oldu ki, bir-birindən qiymətli 3 samballı kitabı doğurdu. 2 cildlik Gülüstan müqaviləsi, ardınca Türkmənçay müqaviləsi, bir də Nadir Şah əsəri. Nə sayın, tarix elmləri doktoru, professor, polkovnik Mehman Süleymanovun qələmindən nə çıxıbsa, hamısı hər bir Azərbaycanlıya gərək olan, heç vaxtda köhnəlməyəcək kitablardır. Qafqaz İslam Ordusu və Azərbaycan əsəri də, Nuru Paşa və Silahdaşları kitabı da, 2 cildlik Azərbaycan Xalq Cümhuriyyətinin hərb tarixi də, 3 cildlik Vətən müharibəsinin salnaməsi də. Mehman bugün də axtarışdadır. Həvəs, şövq elə əvvəlki kimidir və demək, milləti sevindirəcək kitablar sırası hələ bundan belə daha da sıxlaşacaq. Bizim tarixi taleyimiz elə gətirib ki, keçmişimizlə bağlı qaynaqların çoxu ya fars, ya ərəbcədir, öz dilimizdə olanların da əksəri əlyazmalar halındadır. Dünənin həqiqətlərini vaxtın dumanından qurtararaq yeni zamanın insanlarına çatdırmaq həm bilik, səriştə, həm əməksevərlik və çalışmaqdan usanmazlıq, həm də təbii ki, fədakarlıq tələb eləyir. Mehman Süleymanov belə asan olmayan, amma çox şərəfli yolun yolcusudur. Əlbəttə ki, tarixə çıraq tutanların yolu gərək həmişə avand ola.